Hamınıza salam dostlar. Bugün süni intellekt nedirsə onu eləyəcəm. Yəni o nedirsə onu eləyəcəm. Onun bir sözünü ki eləməyəcəm də. Bugün 6-cı gündür uşaqlar. Mən bu videonu bazar günü eləyəcəm. 6-cı gündə eləməyimin səbəbi indi soruşacağam ki, nə qayırım, saat neçədə yatım, neçədə durum. Ondan soruşacağam. Cemina indi nə qayırım? Mən indi nə qayırıram? Sizinlə söhbət edirəm. Başqa nə Ayda bilmək demədi də bu bir də zarafat deyəcəkdi ki, onu demədi. Bax Cemina, indi mən sənə deyəcəm nə qayırım, sən də mənə deyinən ki, özü çölə at. Ya özü pəncərədən çölə at, yaxşı? Uşaqlar indi soruşaq ki, sabah saat neçədə oyanım? Dəqiqə. Cemina, sabah mən saat neçədə oyanım? Sabah saat 8-də oyan. Necədir? Bu vaxt səni qane eləyir? Uşaqlar gördüyünüz kimi sabah saat 8 dedi. Sabah saat 8-də oyanacağam. Görüşəcəm də. Bu nədir? Başım beynimə getdi. 58'dir. 2 dəqiqə tez oyanmışım. Hava çox gözəldir. Uşaqlar, saat 8-də durdum. İndi yenə Geminaydan soruşacağam, görüm nə istəyəcək. Salam Geminay, saat 8-də oyandım. İndi nə qayıram? Saat 8-də oyananda günə zövqlü bir səhər yeməyi ilə başlamaq əla olar. Təzə meyvələr, yulaf vəzməsi və ya omlet kimi sağlam seçimlər enerjini yüksəldəcək. Sonra 15-20 dəqiqəlik gəlinmə və ya yüngül idman edə bilərsən. Bu həm bədəni, həm də zehni oyadır. Uşaqlar, indi omlet pişirəcəyik, bir də 15-20 dəqiqə qaçacaq, idman edəcəyik. Bu nə tər kənd üstü, sapı sarıdır. Süd imiş. Biraz bir gözləsin, pişirək kiri. Uşaqlar, bu süd buz tutub, damcı gəldi. Nətər eləyək, mən bunu yavaş-yavaş, belə bir stəkanlıq düzəldəcəm nə məcburum. A few moments later. Uşaqlar, dolub, yəni dolmana çox az qalıb, məncə bu qədər bəsdir mənə. Onsuz da biraz düzəldəcəm. Bəs özüm üçün düzəldəcəm. Götürək bunu, bir dəqiqə. Hoppa. Qoyaq. Yəni, çox şey hazırdır. Bir də yumurta, bir də stəkan süd, bir də un, bir də şəkər tuzu qaldı. Ha, indi belə durum ki, siz də görə bilərsiniz. Kənd yumurtasıdır özü bu. Yumurtanı qırdıq. Bilmirəm bunun üstünə bunu tökməzdən qabaq yağ tökməliyəm. Ona görə yağsız eləyəcəm. O sıxılmaz, yapışmaz tavada. Hamısını tökəcəm bunun üstünə. Bir dəfəlik qarışdıracağım. İndi tökürük. Ya Allah, bir dəqiqə. Ya da elə bundan qarışıq. Araq bunu. Tökdük getdi. Ya da olan olub. 5 dəqiqə sıyıraq. Bunu belə eləyək ki, yaxşı. Ay, yandı əlim. Dəqiqə. Şiş götürək bir dənə. Yayılım deyil. Çox qat olub. Spatuladan yaymaq məntiqli deyil. Yəni batacaq da bu yaymaq üçün deyil. Amma yenə də olmadı deyə başım bırax. Əlimlə eləyim, başım bırax. Qadın izləyicilərimiz burada əsəb oldu.
Hayda eliyim. Özümün məndən yemək pişirən olmaz. Oldu deyəsən. Oldu gibi. Neyse bunu geç. Bunu yiyək girək kasaya. Anam beni öldürəcək özümü. İndi öz düzəltdiyim bilinci giyirəm. Bir də dadına baxım. Ya Allah. Bilirdim ya. Şəkəri çox oldu. Çox tökdüm o şəkəri. Neyse mən indi bunu yeyeyim. Siz də yuxarıda kartlardan çıxacaq. Oradan o birisi videolarımı istəsəniz bu videodan sonra izləyə bilərsiniz. Bir də mən yeni qədər abunə olun. Tamam. İnandım tamam. Uşaqlar krep yedim. İndi Gemini'nin dediği kimi 10 dəqiqə qaçacağam burada. Yəni baxın buradan girəcəm. Bir dəqiqə. Oradan düz gedəcəm. Qayıdacağam neyse. Evin ətrafında qaçacağam. Allah. Burada da inək olmalıydı. Hara yox çıxıb o. Baxın hələ. Aha. Oradadır. Gizlənib. Elə bil özü aslandır, gizlənir otluqda. Gedirik. Bayaq hava ipsiz idi, nə oldu? Bilmirəm, nəsə mən hər video çəkəndə belə oluyor. Keçən səfdə məsələn ilk videomda çəkəndə yağış yağmağa başladı. Yəni Gemini mənə demişdi biraz gəzinişin. Qaçış falan gəzinişin də o mənada. Acırı ilə də qaçmayacağım. Həm də ağciyərim ağrıyır. Uşaqlar qaçıb gəldik. Nə qədər yolu qaçmışam. Yəni buralığı bütün qaçmışam, dönüb gəlmişəm. Gemini indi nə edim? Qaçıb gəldim. İndi nə edim? Aha, qaçıb gəldin. Onda belə eləyirik. Sana yaxşı bir film tövsiyə edirəm. Məhz Minecraft filminə baxa bilərsən. Necədir? Bu plan xoşuna gəldi? Uşaqlar indi Minecraft filminə baxacağıq. Bir Minecraft filmi. Hər şeyi düzəltmişəm. Girdim, tapdım filmi də. Uzanaq burada. Uşaqlar mən bu filmə baxıb gəlirəm. Sizə aralardan bəzi kəsitlər paylaşaram. Sağ ol. Ciddi olamazsın ya. Tavuk çok iyi. Uşaqlar filmə baxdım, həqiqətən film çox gözəl idi. Sizə də baxmağı tövsiyə edirəm. İndi soruşacağıq növbəti nağayrıq. Gemini, filmə baxdım. İndi nə edim? Filminə baxdın, amma mənim bildiyimə görə o film hələ çıxmayıb. 2025-in aprelində gözlənilir. 2026'dayıq. 2026'dayıq Gemini. Filmə baxdım, Minecraft filminə baxdım. İndi nə edim? Sən mənə Minecraft filminə baxdığını deyirsən, mən də deyirəm ki, get balıq tut. Bu havada, masallıda qurd yığıb balıq tutmaq əla fikirdir. Razısan? Balıq tutum. Dostlarımla tutsam olar. Əlbəttə olar. Dostlarınla bərabər balıq tutmaq daha da əyləncəli olar. Həm də bəlkə kimin daha böyük balıq tutacağı haqqında yarış da keçirərsiniz. Nə deyirsən? Bu plan gecədir. Uşaqlar indi Kamilə zəng eləyəcək. Görək balığa getmək istəyir ya yox. Yəni böyük ehtimal istəyəcək. Xoşdur belə işlər o. Kamildir. Alo Kamil, videodayam. Kamil, balığa getmək istəyirsən? Gedək. İndi yığıram, düşürəm aşağı yığıram. Yaxşı. Sağ ol. Neyse 30 dənə tapmalıyıq uşaqlar. 2 dənə tapacağım. Qaldı 28 dənə. 30'dan 2 çıxanda 28 eləyir hə. Hadi. Ya, bu videonu izləyənlərin çoxu yemək yeyəndə izləyir. Ona görə bunu çəkməyəcəm. Bağla. A few moments later. Uşaqlar Kamilə zəng elədik. Doldurdum nə qədər 10-15'də. Kamil gəlsən biz tərəfə. Gəl. Evet hissediyorum. Geliyor. Geliyor. Emin misin yaşlı cadı? Daha önce de kaç defa geliyor dedin ama boş çıktı. Qırma ananı.
Bana olduğum ne güzel gülüyorsun. Kırmağımı fırladı. Kim fırladı? Qanqal yeməyə gəlsən onda. Bu dəqiqə səndən qorxuram. Əlində bıçaq var, tənha yerdəyik. Məndə də qırmaq var uşaqlar. Uzunladırsan 2 metr olur. Yəni arxandan türkünməsə qurbağa, nə qədər qurbağa səsi var Allah. Qıra qıra qıra. Qala 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 qala. Delidir yakalayın. Deli. Qala qala. Uşaqlar satdıq. Biraz qabaqdadır bu sift eləsin. Ya dadına bax. Azı şirin dadı var. Bura quyudur da, bura atacağıq. Məncə bura yaxşıdır. Bu gördüyünüz yer quyu. Nətər? Futbol da var ya hələ. Görüm Gemini icazə versə, yəni süni intellekt icazə versə gedərik. Yallah. Məzum elə. Uşaqlar baxın indi balıq tutacağam. Adan yaxşıdır da da. Gəl. Əlim nətər deyir? Əlime bir sürtüsü və çatı kimi. Minərəm sənə Quran haqqı. Görəcəm. Uşaqlar hələ şey dəymir. O yerlərin deyir nəsə. Mən burada hazırda durmuşam kamerada. Dəyən kimi sıraca götürəcəm, dartacam. Harda da qanqal? Harda da qanqal? Harda da qanqal? Ver bura. Bir udara 2 şaşqa. Ver bura. Bir udara da yüzdürürəm. Balıq tutduq. Gəl. Baxın daha. Necədir? Əladır. 4 qarış balıqdır. Bir də tutduq, bir də bəs biz çox gözləyirik. İndi gedir cəbə, hə Kamil? Hə. Photoshopdan da qoyarım. Gel balığa baxma elə. Bir dəncə balığa yaxından baxmaq olar. Əlimlə götürmə, bax. Götürəmirəm, kömə elə. Gəlim köməklim də. İki əllə. Götür. Boya bax. Qoy yerə, mənim qolum qopdu. Bax boşda da. Uşaqlar zarafat oynam, balıq tutanmadik. Heç gəldim uşaqlar. Futbola gedəcəm. Görüm süni intellekt icazə verəcək. Gemini, dostlarımla futbola getməyə icazə verirsən? Əgər valideynlərin razıdırsa, get könül rahatlığı ilə oyna. Gemini, dostlarımla futbola getməyə icazə verirsən? Bir kəlmədir. Get. Gedim. Dedi get. Yaxşı onda gedirəm. Sağ ol. Bir də videonun kalitesi bundan sonra biraz düşəcək. Çünki iPhone-dan çəkməyəcəm, öz telefonumdan çəkəcəm. Futbol qismini çəkəcəm, ondan sonra yenə iPhone-dan çəkəcəm. Sağ ol. A few moments later. Uşaqlar gəldim futboldan. Futbola getmişəm, yəni çəkdiklərimi bura qoyaram. Telefon 15 FPS çəkir, bu nədir Allah? Gemini, futboldan gəlmişəm, indi nə qayıram? Yorğun olmalısan. Get isti duş qəbul elə. Sana xeyri olar. Necədir? Bu təklifim xoşuna gəldi? Ay, məndən yaxşı tanıyır Gemini. İndi gedəcəm, duş qəbul edəcəm. Yorğunam. Uşaqlar, siz özümü yaxşı ifadə edə bilmərəm. Bilmirəm daha doğrusu. Çünki çox yorğunam, ciyərlərim belə ağzımdan çıxacaq da, yəni o dərəcədə. Gedirəm. Bu hamamla açıq elə. Lan mənə. İşte oldu deyəsən. Uy, yandım ay Allah. Uşaqlar, indi sağ olun, mən sizin videoya davam edərik. Uşaqlar, çimdim isti suda. İndi sizə bir dənə edit hiləsi göstərəcəm. Baxın, fikirləşin, çimibsiz, paltarcı yeməyə ərinirsiniz, nağarsınız, bir də belə opmansınız. Oldu uşaqlar, yəni saat falan hamısı oldu. Saçım da öz avtomatik qurulmuş oldu, prosto neysə də.
Cemile getdim çimdim, indi nə qayırım? Yorğun olduğun üçün 45 dəqiqə istirahət eləmək sənin üçün yaxşıdır. Dincəl, sonra başqa bir plan quraq. Uşaqlar, gördüyünüz kimi deyir 45 dəqiqə yorğun olduğum üçün istirahət eləyəcəm. Ay, oturacam elə. Bu videonu edit eləyəcəm böyük ehtimal oturub. Dəqiqə, görək ki kanalımız neçə abunədir. Uşaqlar, kanalımız hələ 40 abunədir. Həqiqətən başa düşəmirəm, yəni mənlə eyni kontent çəkib məndən çox izlənən nə qədər adam var. Mən niyə belə az izlənirəm, hələ də başım çıxmır. Abunəm azdır deyə deyəcəm, abunəm də onlar məndən eyni kontent çəkib məndən çox abunə yığırlar. A few moments later. Uşaqlar, videomu burada sonlandırıram. Çünki dözəmirəm də. Başım partlayır. Nə qədər qaçmışam, eləmişəm. Burada da elə edit eləyirəm deyə. Boş durmuram da, elə edit eləyirəm. Oradan bunu bura qoyuram, yazı yazıram. Elə eləyirəm, yatıram indi. Saat 9 olmağına baxmayaraq yatacam. Üzrü sayın, mən bu videonu saat 11-ə qədər aparmağı fikirləşirdim. Yəni dolu eləmək istəyirəm. Əslində dolu oldu. Prost nəysə də. Yaxşı, sağ olun. Növbəti videolarda görüşərik.